Hamıya salam dostlar. Bu gün sizə yenə də 2 dənə mod tanıdacağam. Birincisi budur. Burada çankları zada görmək olur. İndi bunu da sizə tam olaraq göstərəcəm. Və bir də burada F5 vardı. F5 də onsuz hər halda bilirsiniz nə işə yarayır. Oyunun içində oyunun kamerasını dəyişdirmək üçün ya önə, ya arxaya, ya içəridə beləsinə. İndi burada da ayarlar var məsələn. Burada çankları göstərmir, can barını göstərmir, hitbox'ı göstərmir, zırhı zadı göstərmir. Burada heç nə yoxdur. Burada zırh bir də çankları göstərmir, bir də canı zadı göstərmir. Belə şeylərdir. Burada boş zırhları və canı. Burada zırhları, çankı. Burada boş zırhları. Ən yaxşısı budur. Burada hitbox olmur. Yəni hər hansı bir dənə oyunçunun hitbox'ını görmək olmur. Əgər o hitbox'ı görsüz, çox şey olur da, yəni. Məsələn, dostunuzla oynayan vaxtı onun hitbox'ını görürsüz, öz hitbox'ı görürsüz deyə oyun biraz şey olur belə, qəribə. Yəni onun üçün bir dənə hitbox'ı ortadan qaldırmaq lazımdır, sonra da neyiniz eləyin. Məsələn, təzə bir dənə dünya açayım, indi sizə göstərim. Yəni o çank göstərən, can göstərən zat nə işə yarayır və F5-i də. Bugün 2 dənə modu bir yerdə tanıdacağam yenə də. Çünki bunların ikisi də həqiqətən yaxşı bir moddur. Amma əgər istəsiz, məsələn, PvP zada atan vaxtı hitbox göstərməyi də açmaq olar. Çünki bəzi düşmənlərlə savaşanda onların hitbox'ını görə bilirsiniz deyə uzaqdan ox atmayı, məsələn, ox atsam tutacaq yoxsa ya da qılıncdan hara vurmaq lazım yoxsa bunları bilmək lazımdır. İndi F5'i açmaq üçün nə edirik? F5'i açmaq üçün bura basırıq, sonra bura basırıq. Bir müddət sonra F5 özü otomatik açılacaq burada F5. Biraz gözləyirik və F5 açıldı. İndi bir dənə normal bir yerə keçək. Bura qəşəng siliymiş hə. Normalda hansısa modlu soyuğa var açanda elə bir sit çıxır. Adam heç oynamaq istəmirsiydi. Baxın F5 budur. Görsünüz yuxarıda bir dənə düymə belə basıram, promoyu ekranı dəyişdirir belə. Həqiqətən yaxşıdır. Məsələn deyim, mənim burada hansı bir dənə işim var. Beləsinə ətrafa baxa bilirəm ya da arxama beləsinə bir şey var diyorsa ona baxa bilirəm. Təzədən iç kameraya keçmək olur. Və indi çankları sizə göstərəcəm. İndi bir dəqiqə bu dünyadan çıxay, çank modunu mən desəm elədim. Hə dostlar, baxın, ən yaxşısı budur. No hitbox oldu burada, no hitbox. Burada hitbox olmur. İndi çıxay, yenə girək ora. Bayaq da dediyim kimi, yəni əgər hitbox'un olmayını istəyirsinizsə, həqiqətən çox maneəçilik törədəcək sizə hitbox. Çünki dostunuzla zaten oynayan vaxt onun hitbox'ını görə bilirsiniz deyə kənarda belə ağ xəttlər olacaq və bu da heç xoş deyil. Ancaq belə savaş sırasında zaten onda hitbox'ı açmaq olar. Yoxsa beləsindən boş oynayanda hitbox açmağın heç bir mənası yoxdur. Onsuz dostlarınız əlsə belə onların canını görə bilirsiniz. Yəni məsələn, indi oyunda dostum yoxdur, sizə göstərərdim. Məsələn, normalda ad görünmür hər insan üstündə, amma əyilən vaxtı o ad itir. Amma burada başımın üstə gördüyünüz 20 can var ha. Dostum əyilən vaxtı belə onun 20 canını görmək olur. Məsələn, ağacın arxasında bir dənə oyuncu belə əyilsə, mən onu görə bilməyəcəm. Amma bu modla bir də o ağacın arxasında əyilsə, başının üstə 20 can görünəcək və mən biləcəm ki, orada oyuncu var. Əyiləndə ürək itmir və ürək də hər dəfə düz göstərir. Məsələn, zırhlarımız da gəlir burada. Oyunuzda göstərəcək üstümüzdə hansı zırhlar vardı. Məsələn, deyək oyuncu ağacın arxasındadır və üstündə hansı əşyalar var bilmirik. Amma burada hamısı göstərəcək beləsinə. Bir də səsmin oldu ya. Burada hamısı belə göstərəcək. Zırhlar, zatlar. Yəni ağacın arxasında zatda olur, fərqi yoxdur, harda olursa olsun göstərəcək. Amma bir dənə büyülü olub olmadığını göstərmir. Yəni büyülərin bir dənə bilə bilmirik. Demək, indi bu canı da göstərdi. Bir dəqiqə F5-ni aktivləşdireyim. Yəni burada düşmən deyirəm, dostların zaten canı da görmək olur. Bir dənə hansısa mobların canını görmək olmur. Ona da aid başqa bir dənə mod vardı. Onu da mən yükləməmişəm, məsələn onu da göstərərdim. Demək,
Sonra çankı necə görmək olur? Çankı belə boş görmək olmur. Çank üçün hər hansı bir oxu sol ələ götürəndə çankları görmək olur. Gördüyünüz kimi tam bura bir çankdır. Və çanklar da düz göstərir. Gördüyünüz kimi iç ekrana keçəndə çankları görmək olmur. Ancaq çöl ekranda olur. Ya ön ya arxaya keçəndə, amma içə keçəndə görmək olmur çankları. Yəni deyəcəksiniz çanklar nə işimizə yarayacaq? Ya Java'da belə bir şey var. Hiylə sayılmaz taktik deyim. 4 çankın ortasına, baxın, 4 dənə çankın ortasına. Tam buradır. 4 dənə çankın ortasına, bu da beləsini aşağıya qazısınız. Sonra başsız madən eləməyə. Görürsüz beləncə daha da çox çıxır madənlər hətta. Nəsə dostlar, bugünlük videomuz bu qədərdir. İzlədiyiniz üçün sağ olun. Yəni bu iki dənə mod da sizə göstərdim. Həm F5 həm də Hitbox, Çank, Can modu zadı bunları sizə göstərdim. Ən işə yarar burada Can bir də Hitbox'dur. Kanala abunə olub bu videoda like etməyi unutmayın. Məni də Instagramdan takip etməyi unutmayın. Sağ olun.